Cibt sözü, biz keçən dərslərimizdə dedik ki, bu sözün əsli xeyr olmayan bir şey deyilir. Yəni, o şeydir ki, o şeydə xeyr yoxdur. Aydındır? Cibt sözünün əsli xeyr olmayan bir şey deyilir. Yəni, sözün əsli bu mənanı daşıyır. Sələflərin bu söz haqqında ifadələri, yəni verdiyi təriflər müxtəlifdir. Cibt haqqında. Allahu ələm daha məşhur olan odur ki, sələflər bu sözü, yəni cibt sözünü 4 məna ətrafında işlədiblər. Yəni, açıb kitablara baxsan ki, cibt nə deməkdir? Və görərsən ki, sələflər bu sözü müxtəlif mənalarda işlədiblər. Yəni, təriflər veriblər, lakin bu təriflər müxtəlifdir. Və bu təriflər 4 kəlmə ətrafında dövr edir. Yəni, 4 kəlmədən kənara çıxmır. Aydındır? Birinci mənası sehirdir. Cibt, yəni sehir. İkinci mənası sanəm, büt. Cibt, yəni büt. Üçüncü mənası şeytandır. Cibt, yəni şeytan. Dördüncü mənası şirk. Cibt, yəni şirk. Aydındır? Yəni, bu 4 məna ətrafında dövr edir. Yəni, sələflərin sözü bu 4 mənanı əhatə edir. İxlasla.com saytı tərəfindən təqdim olundu.